Ramazan ayında onun hazırlıq prosesləri və s. bilirsiniz, gecə deyək evə gəlirdi. Sübh azanlacan, yəni imsaka kimi də belə deyək, Ramazan ayında bu. O vaxtacan deyək ibadət eləyirdi, gecə ibadətləri, məsələn, Quran oxuyurdu və s. Sonra deyək imsak eləyirdi, namazı qılırdıq. Sonra xütbə yazırdı. Gün açılana qədər deyək, gün çıxana qədər o xütbəni yazırdı. Sonra yatırdı da deyək ki. İndi mən artıq görmürdüm onu, mən yatırdım. Və səhər saat məsələn 9-da, 10-da deyək ki, çəkilişdə olurdu hər hansısa televizyada. Sonra hər gün də Ramazan ayında saat günorta 1-də, yəni bu radələrdə məsciddə xütbə eləyirdi. Sonra olurdu ki, bir başqa çəkilişə gedirdi. Axşam da iftara gedirdi. Yəni bu insan orada necə dincəlirdi, necə yatırdı ümumiyyətlə. Sırf maddi qanunlarla yəni məsələyə yanaşsaq, yəni bu qeyri-mümkündür. Amma təbii ki, burada bu məsələlərə sırf maddi prizmadan yanaşmaq düzgün deyil. Belə.